Eləcə də asiliklər əgər çox olarsa insanın qəlbini möhürləyər və ondan sonra qafillərdən olar. Sələflərdən bəziləri buyurardılar ki, bu ayə barəsində Kəllə bərran alə qulubihim mə kənu yaksibun. Xeyr, onların etdiklərinə görə qəlbləri günahlara bürünmüşdür. Buyururlar ki, bu günahdan sonra başqa bir günah etməkdir. Günahlar çoxaldıqca o qəlbin ətrafını bürüyür. Qəlb təmiz olan bir şeydir. Asiliklərdən təmizdir. Asiliklər çoxaldıqca o təmizlik o günahlarla bürünür. Sonra asiliklər çoxalır, günahlar üstünləşir, təmizliyi üstələyir. Sonra qəlbə möhür, qıfıl vurulur və burada da qəlbə də örtük yaranır. Bundan sonra da insan hidayətdən, bəsirətdən sonra insanın başına bu gələrsə, bu deməli yüksəkdən alçaqlığa düşmüş olur. Ondan sonra da şeytan onun üzərində oturur, istədiyi yönə yönəltir.